Salam, əziz izləyicilərimiz. Bugün həftənin 4-cü günüdür. Əməliyyata hazırlaşırıq. Çox mürəkkəb bir xəstədir, 22 yaşında. Süd vəzisində hormonal fonda qanaxma baş verir. Yəni difaston qablıdır xəstə və ondan sonra başlayıb qanaxmalar. Xəstəni güya daha yaxşı olsun deyənə Moskvaya aparıblar ki, orada əməliyyat olunsun. Əməliyyat olunub və öndən bir daxili papilloma diaqnozu qoyulmuşsa, sonradan patoloji müayinələrdə bu öz əksini tapmayıb. Bilmirəm necə əməliyyat ediblər. Biz süd vəzinin MRT-sini etdik, ultrasəs müayinəsini etdik, yenə AIDP gördük. Və indi isə o sahəni çıxartmaq üçün əməliyyatxanaya tərəf gedəcəyik. Belə, gənc qızlarımız bu məsələdə xüsusi diqqətli olmalıdırlar və hər adıma belə işlərdə etibar eləmək olmaz, daha çox professionallarla çalışmaq lazımdır. Bu qədər bizə uğurlar, sizə də uğurlar.